Valla ev qoşadaş. Makler tikən deyil. Yerdən kürsülü. 3 otaq. Da bundan artıq nə tapaq? Gedək təqdim edək. Salam əzizləyicilər, hər vaxtınız xeyir olsun. Yenə sizi Xırdalandan salamlayırıq. Deməli, o deyirdizi 3 otaq olsun, qoşadaş olsun, yerdən kürsülü olsun, nəmişlik olmasın, evin kombisi olsun. Həmin olsunlar, bax bu evdir. Evin giriş hissəsi əzizləyicilərimiz, operator bir dənə uzaqdan götürək zəhmət olmasa, izləyicilərimiz tam görsün. Evin kondisioneri qalır. Evdə 60% əşyalar qalır. Ancaq şəxsi əşyalar götürüləcək. Yataq otağını götürək bir dənə zəhmət olmasa. Uşağı yataq otağı. Astanovkadan 150 metr, 100-150 metr məsafəsi var əzizləyicilərimiz. Suyu, qazı, işığı daimi, evin isitmə sistemi kombi. Zalımızı göstərək. Elektronika vasitələri götürülür, əzizləyicilərimiz. Stol götürüləcək, televizor götürüləcək. Pəncərə qarşısı demək olar ki, açıqdır. Yəni qonşunun həyətinə falan baxmır, evin arxasına keçmək olur. Ev daşdır, qoşa kubikdir, yerdən kürsülüdür. Yataq otağını götürdük. Gəldik əsas mətbəxə. Mətbəx mebeli yeni yığılıb. Yeri istipoldur, yəni ot kimidir. Ev əzizlərimiz, loru dinləndirsək oturuşmuş evdir də, yəni makler tikən evlərdən səhv salmayın bunu. Qoşa kubikdir, yerdən 4 daş kürsülüdür. Sənədi kupsa deyil, bələdiyyədir. Amma ərazidə çox adamlarda kupsa var. Yəni ərazi olaraq kupsa almaq asandır. Çətinlik yəni yaşamayacaqsınız, qeyri-mümkündür. 3 otaqlı qiymətə bax bir dənə. Əsas qiymətdir. Cəmaləddin bəy 63.000 manat. Yəni bundan aşağı nə tapım? İnanmıram valla nəsə tapam. Daxili kreditlə evlərimiz barədə məlumat almaq istəyən şəxslər, bu ev barədə məlumat almaq istəyən şəxslər, bina evlərimizdən maraqlanan şəxslər zəng eləyin. Allah'a əmanət olun. Bağla.